Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Qardaşların mübahisəsi qanlı sonluqla nəticələnib. Bıçaqlanma hadisəsi şəhərin 17-ci mikrorayonundakı 37 saylı yataqxanada qeydə alınıb. Belə ki, qardaş öz doğma qardaşını bıçaqlamaqda şübhəli bilinir. Məlumata görə, qardaşlar arasında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb. Qardaşların anası Lətifə Qurbanova deyir ki, onlar həmişə mehriban olublar. Ancaq son günlər böyük oğlu Sumqayıtda ruhi əsəb dispanserində müalicə alan Cəfər Qubadov qardaşı ilə dalaşmağa başlayıb. Nəticədə belə bir hadisə baş verib. Neçə vaxt yazıq yatırdı müalicə. Başında dedikodu olur. Onun başında dedikodu zad olur. O bıçaqlayan? Bir-birinə, o da əsəbidir, çox əsəbidir. Götürdüm mən araladım da, çıxartdım oğlan, çıxartdım. Dedim, vurar öldürər də, qodu yox. Hadisə şahidlərinin sözlərinə görə, hər iki qardaş heç evdən çölə çıxan olmayıblar. Qardaşını bıçaqlayan şəxsin son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Öz qardaşım bıçaqlayıb, heç nə, uşaq qonşu kömək elədi. Mən daha girdim içəri, biz evə təzə gəlmişdik. Ki, buradan qaçdılar belə ki, kömək elə, oğlan qolu qanıyırdı. Yaxşına. O burada heç nə, xəstədə mütəvadə müalicə olan adamdır. Sumqayıt Tibb Mərkəzindən Xəzər xəbərə bildirilib ki, təcili tibbi yardım xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs gətirilib. Sol sayidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.